Sabirabad rayon mərkəzi xəstəxanasına direktor təyin olunan gündən şəxsi maraqlarını üstün tutması və etdiyi səhlənkarlıqlar üzündən ard-arda sürətlə artan ana və uşaq ölümləri səbəbindən ana və uşaq qatili adını qazanmış Həsən Hüseynov, verilən məlumata görə, bu dəfə də xəstəxananı yeyib dağıtdığına görə barəsində açılmış 3 maddədən ibarət cinayət işini bağlamaqdan ötürü aidiyyəti orqanla razılaşdığı 200 min manat pulu toplamaq üçün bütün tibb və qeyri-tibb işçilərini qısnamağa başlayıbdır. Bu və digər səbəblərdən hazırda vətəndaşlar və tibb işçiləri aidiyyəti orqanlar tərəfindən Sabirabad rayon mərkəzi xəstəxanasının direktoru Həsən Fərman oğlu Hüseynovun barəsində təcili tədbirlər görülməsini tələb edirlər. Yəni rüşvətdən, qanunsuzluqdan, kobudluqdan cana doyan Sabirabad cəmaatı canlarını xəstəxananı quldurxanaya çevirən və şəxsi maraqları üzündən xəstələrin həyatını riskə atan bu zalimin əlindən qurtarmaq istəyir.